Öz eşqim yolunda sadiq canam mən. Heyf oldum həm yaman, həm yananam mən. Bəlkə də birinci müsəlmanam mən. Cəhənnəm çəkirəm səvaba görə. Allahım heç sənə əzab verməsin, sən mənə verdiyin əzaba görə. O başqasının hisslərini özününki eləməyə başlar. Yaşayır şeirinə, yaşayır. Çok büyük yaklaşa malik olan bir insandı. Dilində, danışığında bir duz, bir şirinlik olmasa, istər ağzından dür tökülsün, ürəyə yatımlı olmayacaq. Səsinizdəki bu məlahət ürəkdən gəlmədi, yoxsa şirinlik elə dilin özündədir? Təbii ürəkdən gəlmədi, amma mənim xarakterim belədir ki, Nuranə xanım. Can deyib, can eşitməyi xoşlayan insanam. Siz inanırsınız kimi mən can kəlməsi kimdən eşidirəm, elə bir ürəyimə sarı yağ kimi yayılır. Çünki xarakterim belədir ki, mən həmişə qayğıya möhtəz bir insan kimi böyümüşəm ki, insan qayğı ilə əhatə olunmalıdır. Mən hətta xoşu gəlməyən, ola bilsin məndən xoşu gəlmir. Amma lap süni də olsa, onun o şirin ləhcəsi ilə can deyib, can eşitməyi mənə çox ləzzətlidir. Bədəl Əsgər deyirdi ki, ruhuna qurban olum. Can deməklə candan can əksik olmaz. Məhəbbət artırar, mehriban eylər. Çor deməyin nəfi nədir dünyada? Abad könlü yıxar, pərişan eylər. Qaldı ki, o dilin şirinliyinə ürəkdən gələn Allahın vergisidir ki, o səsdir ki, qoxubdur. Onda siz səsinizin məlahətini Allah vergisi hesab edirsiniz? Allah vergisi hesab edirəm, dəqiq Allah vergisi hesab edirəm. Bu, Puşkinin müasiri, Aleksandr Sergeyeviç Puşkinin müasiri, Karatagin familyalı bir nəfər bədii qirayətçi olub. Məşhur, gözəl, bəlağətli səsi. Və həmin ərəfədə də bir satirik yazıcı meydana gəlir Nuranə xanım. Və bu satirik yazıcı, şair daha doğrusu, meydan oxumağa başlayır. Yəni cəmaət qarşısında hörmət, izzət qazanır. Karataginin pərəstişkarları bundan soruşurlar ki, Karatagindən soruşurlar ki, bəs sənin da çörəyin kəsildi da, bəs belə, çörəyini əlindən alacaq bu satirik şair. Karatagin halını pozmadan deyir, narahatçılığa əsas yoxdur, duzu məndədir. Fikrim aydın nə deyirsiniz? Bu duzu Allah verib də. Ağalar öz ustalığı, səsinin məlahəti, diksiyasının səviyyəsi ilə ifa etdiyi sənət əsərlərinin ikinci müəllif hüququnu qazanır. Onun səs tembri bir ilahi vergidir ki, ifasının bütün dadı duzu onun içindədir. Ağalar Bayramovun sifətindəki orijinal təbəssüm, gözlərindəki dərin məna, mimikalarındakı zənginlik onun nadir səs varlığı ilə birləşərək tamaşaçıların, dinləyicilərin zövqünü oxşayır. Ağalar müəllim, səsin özünün rəngi var. Hərə bu rəngi öz istədiyi kimi görür. Ağalar Bayramovun səsinin rəngi hansıdır? Vallahi o rəngdə qara da var. İnsanın dərdlərini üzə qoyan, gətirən qara da var. O, orada sevincdən necə deyim, önkür-önkür ağlayan, belə deyəm, qırmızı da var. Ondan sonra yolun açıqlığı yaşıl da var. Hər şey var o səsdə. Rəng də o səslə gərək nəyisə yaradasan. Siz bilirsiniz, bilməm, oxumusunuz, oxumamışsınız. Musa Yaqub mənim haqqımda yazıb ki, il ağacın nə mübarək böyüyür, yarpaq-yarpaq, dənə-dənə, nə deyim? Bir şeirimdə sözüm yarımcan olsa, bu sözümü dirildənə nə deyim? Siz mənim sualımı necə qabaqladınız? Hə, buyurun. Sənət durmur bir ölçüdə vəzində. Qoy biraz tərifləyim də özümə. Amma halbuki bu sözü mənə Musa Yaqub deyir. Sənət durmur bir ölçüdə vəzində. Öz səsin var sənət tərəzisində. Sözün rəngi cilvələnir səsində. Söz incidir, səs dürdanə. Nə deyim? Nə deyim mən bu aşiq əhlinə, can qoyanda məhəbbətin həllinə. Eşq bəhsində 60 nədir, 50 nə? Mən cavandan, sən cavana, nə deyim? Bir də öyrən təbiətin dilini, cavan çınar, uzat mənə əlini.
100 ilində sındırasan belini, ömr edəsən çinaryana, nə deyim? Musa Yaqub deyir ki, Ağalar Bayramov söz dirildəndir. Qorxuram Musa müəllimin bu sözündən sonra o zəif şeir sahibləri hamısı sizin üstünüzə qaçalar ki, bəlkə şeirimi Ağalar Bayramov oxuya, şeirim dirilə. Yox, elə də deyil. Mən elə zəif şairlərin şeirlərini oxumuşam. Çox adam, çox poeziyanı başa düşənlər ki, poeziya nədir bilənlər deyirlər ki, ağalar, vallah bu şeirdə heç bir şey yox idi. Nə məntiq vardı, nə məna vardı. Amma sənin səsində buna qulaq astır ləzzət elədi. Amma ötəri olub. Səsin rəngi ilə ötəri bir ləzzət verib o insanlara, o pərəstişkarlara o şeir. Amma düşündürməyə vadar eləməyib. Çünki məntiq yoxdur axı. Yaxşı, bax deyirsiniz ki, yəni könülsüz oxuduğunuz şeir olub, düzdür? Olub. Bəs ona o canı, qanı, o duyğunu necə verə bilirsiniz? Hardan tapırsınız? Özümü zorlamışam, neyniyim? Salam məleik məsələsi var da bu Azərbaycanlılar arasında. Bir salam məleikə, ondan sonra bir münasibətə keçə bilməmişəm. Elə şeylər olubdur. Bu bütün sahələrdə olub, eləcə bu sahədə olubdur. Amma o yerdəki əsl poeziya var. O mənim üçün böyük bir dünyadır. Bu dənizin qoynunda bu dəqiqə Ramiz Rövşənin kiçik bir şeiri, amma böyük məntiqdən xəbər verən bir şeiri yazma düşdü. Nə var Allahdan yuxarı? Biz bu dəqiqə özümüz göyün 7-ci qatındayıq Xəzər dənizində. Nə var Allahdan yuxarı? Nə var qəbirdən aşağı? Çəkdiyim axdan yuxarı, bildiyim sirdən aşağı. Niyə günün gündüzündə quşlar azır göy üzündə? Göz yaşları quş gözündən tökülür dən-dən aşağı. Demə biz ki, quş deyilik, Allaha tanış deyilik. Ruhum, dur yığış gedirik, sən yuxarı, mən aşağı. Bax, poeziya budur. Yenə bu şəhərdə üz-üzə gəldik. Neyniyək? Ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik. Bəlkə də xoşbəxtdik, xəbərimiz yox. Aradan nə qədər il keçib görəm, tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim sənsiz ölərəm. Mən sənsiz ölmədim. Məni bağışla. Ölmədim deyirəm. Nə bilim axı, bəlkə də mən sənsiz ölmüşəm elə. Qəbirsiz, kəfənsiz ölmüşəm elə. Bəlkə də biz onda ayrılmasaydıq. Nə mən indikiydim, nə sən indiki. Ayrıldıq, şeytanı güldürdük onda. Bu ilin, bu ayın, bu günündəki, elə bu küçənin, bu tinindəki məni də, səni də öldürdük onda. Halal yolumuzu dəyişib nəsə, çaşmışıq bir özgə yoldan getmişik. Bəlkə 1000 il qabaq səhv düşüb nəsə, 1000 illik bir səhvə qurban getmişik. Dəyişib yerini bəlkə qış, bahar, qarışıb dünyanın şəhəri, kəndi. Bəlkə öz bətnində ögey analar, ögey balaları gəzdirir indi. Hey, ömrüm başdan başa yalandı bəlkə, taleyim başqaymış doğrudan elə. O yoldan ötən qız anamdı bəlkə, bəlkə də oğlumdu bu oğlan elə. Bu yalan ömrümdə görən sən nəsən? Bəlkə heç sevgilim deyilsən mənim, anamsan, bacımsan, nənəmsən, nəsən? Bircə Allah bilir nəyimsən mənim. Bizi kim addadar bu ayrılıqdan? Çatmaz dadımıza nə yol, nə körpü. Ölürsən, dirisən, hər nəsən, dayan. Dayan heç olmasa əlimdən öpür. Deyirsən,
Ölüyəm, ölünü öpmə. Əlimin içində soyuyur əlin. Deyirsən, sən Allah əlimi öpmə. Əlimdən deyəsən qan iyi gəlir. ...1983-cü ildən bugünədək şairlərimizin, yazıçılarımızın yaradıcılıq gecələrində, xatirə gecələrində, yubileylərində elə bir səhnə olmayıb ki, orada Ağalar Bayramov çıxış eləməsin. 25 ildir ki, bu şairlərlə bir aradasınız, onların əhatəsindəsiniz. Şairlər də hamımız bilirik də, biraz yergöy adamıdırlar, biraz romantikdirlər, real həyatdan biraz uzaq olan adamlardılar. Necə keçinmişsiniz bu şairlərlə? Çox yaxşı keçirmişəm. Poeziyada keçən ömrün öz mənası var. Siz çox doğru buyurdunuz. Mən 1983-cü ildə bu bədii qirayə sənətinə gəldim. Dövlət televiziyasında. Allah rəhmət eləsin, Əmir Hüseyin Məcidov məni gətirdi. Çox gözəl rejissor, siz də tanıyırsınız onu. İşləmişsiniz o vaxtı. Gətirdi və bu ilin iyul ayında da 25 il tamam oldu. Bu 25 ildə ömür həmən o dünyasını dəyişmiş şairlərimiz, Allah qəni-qəni rəhmət eləsin, Səməd Vurğundan tutmuş, Aşıq Ələsgər, yəni sadalamaq çox olar. Kimləri deyim, dünyasını dəyişənləri, bugün yaşayanları, ömür qaynayıb qaçışıb bu şairə, poeziya. Aylar, illər içində ötüb keçdi gəncliyim. Heç olmayıb həyatda rahatlığım, vicliyim. Şeirsiz keçən günüm, varlığımda heçliyim. Şeirimlə bahar ömrü, qış ömrü yaşamışam. Bax belə. Səsindəki xəlqilik, söyləyişindəki ləngər onun nəfəsinə doğmalıq gətirir. Onun dili bir el müdrikinin dilidir. Oxuduğu şeirlərin, bədii parçaların da hamısı sanki özününküdür. Öz ürəyinin atışı, öz ilhamının duyğulanmalarıdır. Qəlbin qəlbi yanmışlarla bir yanıb bir burxulmazsa, başqasının halına belə köklənə bilməzsən. Ağaların səsi əzaba düçar olmuşların ümumiləşmiş səsidir. Onun harayında, onun zümzüməsində, onun gümultusunda bütünlüklə fələkzadələrimizin intiqama çağıran ahnaləsi var, hayqırışları, yalvarışları var. Ağlar müəllim, bu 25 ildə saya gəlməz söylədiyiniz şeirlər. Yəqin çoxdan unutmuşsunuz onun sayını. Amma elə bir misra, elə bir bənd varmı ki, lap gecə yuxudan da sizi oyatsalar, desələr Ağalar Bayramov bir misra söylə, o gəlsin sizin ürəyinizə. Ay ağalar, bir tərlanım uçubdu, sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrin bəhrin görməsin, mən yazırım, naləsi var dalınca. Bu elə həkk olunub beynimə, bu kompüterə. Xəstə qasım, Tikmədaşlı Təbrizin yaxınlığında xəstə qasım. Gör nə gözəlliyim. Ay ağalar, bir tərlanım uçubdu. Sözaltı məniyə bax, sağ əlimdən sol əlimə alınca. Onu tutan xeyrin bəhrin görməsin, mən yazığın naləsi var dalınca. Gör sevginin, məhəbbətin gücünə bax. Bax budur. Səsin əynindəki bərbəzəyə bax. Yamaç çiçək açır, düz lalə olur. Sən Allah bu səsdə möcüzəyə bax, zilə yüksəldimi, zəlzələ olur. Ürəklərə hopur cığırı izi, bu səs sevənlərə gül dəstəsidir. Özü kövrələndə kövrəldir bizi, elə bil Qarabağ şikəstəsidir. Tüknədir, tikanlı balıncımızdır. Batmışam bu səsin qanına valla. Bu səs qından çıxan qılıncımızdır, qansız dönməyəcək qınına valla. Zamanın dərsini kimlər unutsa, yükünü xurcuna yerləşdirəcək. Bu millət bu səsin ruhunu tutsa, bu para vətəni birləşdirəcək. Sizin ifanızda vətənə aid, torpağa aid, Azərbaycana aid, yurt yerlərimizə aid çox şeirlər eşitmişik. Amma Ağalar Bayramovun ifasında sevgi şeirləri, həsrət dolu, niskil dolu sevgi şeirləri bir başqa cür səslənir. Nədir bu? Bu həsrət hardandır? Bu könül, qəlb niyə belə həsrətlidir? Niyə belə niskillidir? Uşaqlıqdan kövrək böyümüşəm Nurana xanım. Deyim sizə, yəni mənim nənəm böyüdüb.
boya başa çatdırıb. Yetimçiliklə böyümək çətindir. Bir nəvaziş görməmişəm, atana qayğısı görməmişəm. Bütün bunlardan gəlibdi. Bax, bu niskil oradan gəlibdi. Elə sevgi də elədi, məhəbbət də elədi. Həyat keşməkəşlərlə keçibdi Nuranə xanım. Ondan real gəlibdi. Geyimlər görəndə ana hər dönə 48 ölçüdə qalar gözlərim. Cibim pullarımın qəbrinə dönər. Titriyər dizlərim, dolar gözlərim. 48 ölçülü paltar geyərdim. Kəsər şaxta məni, döyər qar məni. 48 ölçüyə çevrilib dərdin vitrindən boylanıb yandırar məni. İmkanım hər dəfə imkansızlaşar. Baxar 48'lər arxamca dəst-dəst. Hamısı əylinə gözəl yaraşar. Niyə birini də alamıram bəs? Düşər boy buxunun yadıma hər gün. Boyun gedər gəlməz yolcusu olub. Gör neçə ildir ki əyin baş ölçün mənim həsrətimin ölçüsü olub. Qalıb gözlərimdə murazım mənim. Təsəllim bir şirin cümana qalıb. Sevinmək qismətim qızım Zöhrənin ölçüsü 48 olana qalıb. Yaz başı qar yanar ilk nüvarıma. Mən səni yaz başı itirdim ana. Əyin başın üçün yığdıqlarıma səni son mənzilə götürdüm ana. O vaxtdan payım nə, tövbələrim nə. Oğul yox, ürəyi daş olmuşam mən. Paltar əvəzinə sənin əlinə 48 ölçüdən daş almışam mən. 48 ölçüdə görsəm hər nəyi, nəbzim 48'ə enər ambam. Uçunub yerindən qalxar ürəyim, sürünər müqəddəs məzarınacan. 48 ölçülü qadın paltarı tüstümü təpəndən qalxızar göyə. Gələrəm üstündə bitən otları gözümün yaşı ilə əmizdirməyə. Geyimlər, kecimlər gəlməz eyninə. Biganə olmuşsan ana hər şeyə. Vətən torpağını geyib əyninə, çoxdan qovuşmusan ölsüzlüyə. Çox böyük yaddaşa malik olan bir insandır. Axı bədii söz demək, deməli, sən tamaşaçı ilə üzbəüz tək qalırsan. Və onda, yəni bu obraz deyil ki, diyalogdur, bir şey yadından çıxdı, orada nəsə özündən deyəsən. Sən bir şeirdə bir sözü çaşanda onu gərək eləmə, nə bilim, ilahidən bir söz gəlsin ki, olur hərdən birdə ki, özümüzdən də nəsə orada artırıq. Olur da tamaşaçı ilə səhnədə, tamaşaçı kütləsinin qarşısında çox çətinliklər var. Amma maşallah ağalarda mən ona məftunam, onun yaddaşına, onun işləməsinə bu yöndə. Yəni ki, hər adam barəsində mən bu sözləri deyə bilmərəm. Bizim Respublikada bir neçə nəfər var ki, məsələn, aktyorlardan ki, doğrudan da şeir, bədii qiraətə yəni ki, yön göstərirlər, deyirlər. Və ağalar onların içərisində öz parlaq nümunəsidir. Fikrət Qoca deyir ki, Ağalar Bayramovun çıxışına qulaq asmağa gələn tamaşaçılar əgər adi məişət qayğıları ilə gəlmişdilərsə, görüşdən ayrılanda artıq dövlət, vətən qayğısı ilə gedirlər. Hər hansı bir məclisə gedəndə repertuar seçiminizdən məclis əhlini nəzərə alıbmı seçirsiniz? Mütləq publikanı mən nəzərə alıram, cəmaatı nəzərə alıram. Orada hansı şeir daha çox işləyər? Fikrim aydındır. Bilirsiniz, sözü boş yerə havayı buraxmaq olmaz. Bilməm kimin sözdür, deyir ki, mətahin satma bazara, xiridar olmayan yerdə.
ən çətin şey aktyor üçün, bədii qiraət üçün zülüm şey. Şeiri başa düşməyənlərin yanında məcbur eləmək ki, demək ki, şeirdir. O çox pis şeydir. Fikrət Qocanı yadıma saldınız. İndi biz dənizin qoynundayıq deyənə. Siz hardan bildiniz ki, mən dənizi bu qədər çox sevirəm? Və inanın, gözləmirdim siz məni bura gətirərsiniz ki, yəni bu çəkilişi burada apararsınız. Fikrət müəllimin, çox sevimli şairimiz Fikrət müəllimin bir sərbəst vəzinli kiçik bir misrası yadıma düşdü. Ürəyim darxanda, abırlı bir yerə getmək istəyəndə, abırlı söhbət eləmək istəyəndə, çıxıram sahilə, qoyuram altıma daşı, atıram qarmağı. Dənizdən yaxşı yer, balıqdan yaxşı söhbət yoldaşı yoxdur. İndi biz dənizdə, balıqlar da biz eşidir. Əndər gəlsin. Mənə axırıncı dəfə məftun elədi, Fikrət Qocanın gecəsi keçirilirdi elə sizin kanalda. Orada o Fikrət Qocanın demək olar ki, poemasını əzbərlədi. Və poemanı demək o şeir deyil. Orada həm aparıcının, müəllifin sözü var, həm obrazlar var. Onları bir-birindən çox gözəl ayırmışdı. Və biz verilişdən sonra mən ona dedim ki, və ağalar, sənin yəni artırsan get-gedə. Xəlvətcə radioda başını tutmuşdu erməni əlində əsir olan qız. Kimsə radioda biz 40 milyonluq xalqıq deyib bağırdı. Qızın bədənində düşmən əli dəyən hər yeri ağrıdı. Başına döyüb hönkürüb ağladı. Mən yadlardan qorxmuram. İçimdəki yad səsdir məni qorxudan. Buradakı ruspərəstdir, oradakı farspərəstdir məni qorxudan. İndi pis yaxşı öz əlim, öz başım, müstəqil ölkəm, dövlətim, hamı mənim doğma bacım, qardaşım, çoxu prezident olmaq istəyir. Acı pul yığır, icra başçısı keçsin, çoxu nazir olmaq istəyir. Baş nazir, ürək nazir, göbək nazir. Yazıq fəhlə, kəndçi, müəllim, alim, mənim cəfakeş obam elim. Ev tikir, taxıl biçir, uşaq əkir, ac qarına vətən qeyrəti çəkir. Öz aramız lazım olanda da döyüşən bunlardır. Şəhid düşən, əlil olan da bunlardır. Bizi parçalayıblar. Aramıza Araz adlı su calayıblar. Orada Arazın o tayında danışan dillərə dağ basılır. Orada Azərbaycanın tarixi yazılır. Vallahi yazılır. Şair, vəsfini yaz. Rəssam, rəsmini çək. Sərhəd dirəkləri yanında bir çinar ək, sərhədçim. Sevgi ilə zəfər salaq qəmə, kinə, hamı ağzla gəlsin o gözəl günə. Bax onda gözlər ağlayanda üzlər güləcək. Qardaşım hey desəm milyonlarla səs uzalacaq. Can, can, can. Bax onda deyəcəm ey, gözün aydın, Azərbaycan, gözün aydın, Azərbaycan. Mən elə burada yadıma bir qəribə əhvalat düşdü. Bu açar sizin için bu söhbət. Bağdaydım. Bak qonşum var. Yaşlı adamdı. 76 yaşı var. Deyir ki, sənin ictimai televiziyada verilişə baxırdım. Belə çox mənə təsir elədi. Orada bir şair var, deyir. Uzun oğlan idi, qəşəng oğlan. Deyirəm, belə fikirləş, deyir, uzun bir şeir oldu. Və ağlıma gəldi ki, bu ağalar, deyir. Dedim, hə, belə, artist. Yox, artist yox, şair idi. Şeir oxudu. Deyirəm, utanır. Deyir, hətta göstərdilər, bir qadın da ağlayırdı orada, şeirin təsirlə. Elə mən də görəlmişdim. Deyirəm, mən də utanır dedim ki, bu mənim şeirim idi. Ağalar oxuyub bunu, artist deməkdir, artist yaxşı. Dedi, yox, bu öz şeirin oxudu. Elə oxudu ki, doğrudan məndə tutmuş. Adam özgə şeirin, nətər elə oxuya bilər? O şair idi də. İndi mən o adil kişiyə demək istəyirəm buradan. Sizin bu studiyadan istifadə edin. Demək istəyirəm ki, adil kişi, sən düz deyirsən. Adam özgənin şeirin elə oxuya bilməz. Ağalar şeir götürəndə, materialı əlinə götürəndə, bunu özününki eləməmiş, buna yanaşmır. Özününki eləyir oxunur. O mənim cənnətdən qovulmuşlar poemam. Doğrudan da özününki eləyir. Mən də ona qulaq asan da, onun əsərinə qulaq asan ki, qulaq asıram. Ağalar, mübarək sənin işlərin.
gözəl iş görürsən. Ağalar müəllim, şeiri söyləmək o vaxt insana zövq verir ki, o şeirin hər misrasında özünü görə bilirsən, özünü tapa bilirsən. Ağalar Bayramov necə repertuar seçəndə şeirlərin, misraların arasında özünü tapa bilirmi, özünü görə bilirmi? Təbii ki, ürəyimin diktəsinə xəbər verməlidir. Onsuz onu deyə bilmərəm, inanın. Gərək öz ürəyimin diktəsindən xəbər verirsən. Arzularımı, istəklərimi o şeirdə görməsəm deyə bilmərəm. Əvvəl budaq, suda uyuyaq. Hey, sonra çarxı dönüb arxı quruyan, bir yağışa həsrət söyüdlər kimi eləmədiklərim yandırar məni. Özümə verdiyim öğütlər kimi eləmədiklərim yandırar məni. Mən elə bilirdim, o bənövşəlik mənim üçün qalacaq tər həmişəlik. Özü solub getdi, qıymadım üzəm. Doyunca baxmadım bənövşə gözə. Yazı nəmiş, yazı tez xəzəlləşən. Pətəkdə qaynaşan, şanla əlləşən, qışda balsız qalan arılar kimi eləmədiklərim yandırar məni. Özümə vurduğum yaralar kimi eləmədiklərim yandırar məni. Mən elə bilirdim, vaxt da duracaq. Elə o əvvəlki vaxt da duracaq. Gedib səadətlər seyrinə çıxan, sevgi cığırı ilə keçmək olacaq. Hər vaxt o zəmini biçmək olacaq. Bərədə boş yerə anları sayıb, ovunu ürküdən ovçular kimi eləmədiklərim yandırar məni. Yaylaqda çeşmiyə məhəl qoymayıb, səhrada alışan yolçular kimi eləmədiklərim yandırar məni. Bilmirəm kim idi üzdü barımı, uçurtdu əlimdən bir nigarımı. Sonraya saxladım çox qərarımı, eləmədiklərim yandırar məni. Yox, daha qəlbimdə açılmaz o yaz. Bir qanadım yorğun, biri də pərvaz. Elədiklərimdən yaxam qurtarmaz. Eləmədiklərim yandırar məni, yandırar məni. İfaçılıq sənətimizdə Kazım Ziya kimi, Mehdi Məmmədov kimi, Hökümə Qurbanova kimi, Müxlis Cənizadə düz buyurursunuz. Belə simalar var idi ki, indinin özündə də adamların qulağından onların o məlahətli səsi getməyir. Belə ifaçılardan nəyisə götürmüsünüz? Fransız yazıcısı Gautier'in belə bir sözü var. Səs ruhun tərcümanıdır. Yeganə insan üçün qalan səsdir. Qalan şey hamısı cismanıdır, çürüyüb gedir, məhv olub gedir. Səs böyük vericidir. Səs qulaqda qalırsa, qəlbə yatıbsa, orada qalıbsa, bu böyük ünvandır. Mən sevinirəm ki, mənim də heç kəsə bənzəməyən, ilahidən mənə verilmiş bir pay olan bir səsim var. Səsi indi nə qədər qoruyuram, Allah mənə nə qədər qismət eləyib. Amma düşünürəm, mən də varıb gedəcəyəm, bu dünyada kim qalır ki? Amma Ağalar Bayramovun səsi yəqin ki, çox pərəstişkarların yaddaşına belə hakim olacaq. Bəli. Ağalar müəllim, bu günləri incəsənətin bütün sahələrində inkişaf gedir. Bəli. Amma bu qiraət ustası olmaq istəyən gənclərimiz azdır. Çətindir Nuranə xanım, bilirsiniz, inanın